Salam millət, hər vaxtınız xeyir. Kiçik bir bağlamam gəlib. Dedim bir bunu sizlərlə açaq. Açaq da belə bir bağlamam gəlibdi. Ümumiyyətlə çoxdan bunu almışdım. Bir dəfə imtina elədim. Gec göndərdiklərinə görə. Sonra bir dəfə nəsə də uzun dərə bir uzun yollardan keçərək gəldi. Ayda, bu rezaqla açılmır. Aha. Baxaq görək. Daha doğrusu bilirəm nədir. Görüm necə bir şeydir. Bunu belə. Bunu belə. Gördünüz, yəqin ki, artıq maşın həvəskarları, maşın pilotları profesional məşğul olanlar bildilər bu nədir. Yazısını göstərim burada. Bu demək Sparco firmasının maşın sürmək üçün ayaqqabısıdır. Bu qaydada. Bunun üstünlüyü nədir? Altı nazik olur. Altı nazik olduğuna görə də tormuz və qaz və istər mufta olsun, onu çox yaxşı hiss edirsən. Ayaqda hissiyyat yaxşı olur, rahat. Altı qalın ayaqqabı ilə mexanika sürənlər olsun və yaxud da avtomatda sürən olsun, özünüz bilirsiniz ki, tormuzu, qazı hiss eləyə bilmirsiniz. Bunun altı nazikdir. Bu sırf trekdə maşın sürmək üçündür. Bunu aldım ki, rəngi də biraz maşınma uyğun. Bunu aldım ki, inşallah treklərdə maşın sürəndə daha yaxşı nəticə olsun deyə, rahatlıq olsun deyə. Time atak sürürüksə, işi ciddiyə almaq lazımdır. Ciddiyə aldığımıza görə də birinciliyi əldə eləmişik. Bu qədər. Görüşərik.